Bəli, artıq danışacağımız mövzuları vurğuladıq. Elə çox uzatmadan təhlillər aparmaq üçün Milli Məclisin üzvü Sevil Mikailovanı studiyamıza dəvət edirəm. Sevil xanım, zəhmət olmasa təşrif buyurun masamızın ətrafına. Hər vaxtınız xeyir olsun, xoş gördük sizi. Xoş gördük sizi, vaxtınız xeyir. Sevil xanım, bu səhərin əsas xəbərlərindən danışırıqsa, Azərbaycan prezidentinin Donald Trumpın tweetinə, daha doğrusu Truth sosial şəbəkə hesabındakı paylaşımına münasibət bildirməsindən, eləcə də Paşinyanın reaksiyasından və Donald Trumpın özünün paylaşımından danışmalıyıq deyə düşünürəm. Başlayaq dövlət başçısının son tweetindən və Azərbaycan prezidenti qeyd edir ki, formalaşmaqda olan strateji tərəfdaşlığın da memarı Birləşmiş Ştatlar prezidenti Donald Trump'da. Bugün Azərbaycanla Birləşmiş Ştatlar arasında doğrudan da strateji tərəfdaşlıq formalaşır və son illərdə o qədər Azərbaycan və Birləşmiş Ştatlar münasibətləri zədələnmişdi ki, qısa bir zaman ərzində bu mərhələyə gələcəyi güman olunmurdu. Amma Donald Trump dönəmində də təbii ki, gözləntilər çox idi. İstəyərdim ki, birinci bundan danışaq. Strateji tərəfdaşlığın formalaşması əslində bizim üçün nə deməkdir? Ümumilikdə söyləmək lazımdır ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Birləşmiş Ştatlar və Azərbaycan arasındakı münasibətlər bəli, çox xaotik bir vəziyyətdə, yəni əgər biz azadlığı müdafiə haqqında 907-ci müqavilə düzəlişin qəbul edilməsindən danışırsa, o zaman həqiqətən də yəni çox təlatümlü bir belə deyək, dönəmlə başladı. Amma bundan sonra biz artıq vəziyyətin düzəldiyini və get-gedə münasibətlərimizin yüksələn xətlə inkişaf etdiyini söyləməliyik. Yəni bu obyektiv dəyərləndirmədir. Amma Biden hakimiyyətə gəlişindən sonra isə Azərbaycan və Birləşmiş Ştatlar arasındakı münasibətlər çox belə deyək, dramatik şəkildə pisləşməyə başladı və vəziyyət o həddə gəlib çatmışdı ki, artıq Azərbaycan Birləşmiş Ştatlarla əməkdaşlığın qeyri-mümkün olduğunu mövcud şəraitlərdə bəyan edirdi. Və biz çox böyük qürurla qeyd edirik ki, məhz Donald Trump'ın hakimiyyətə qayıdışı ilə, çünki o bildiyiniz kimi 4 ildə hakimiyyətdə olmuşdu və hakimiyyətə qayıdışı ilə o Biden'ın səhvlərini düzəltməyə başladı. Və ilk düzəltdiyi səhvlərdən biri də məhz Azərbaycanla olan münasibətlərin əvvəlki səviyyəyə qaytarılması və daha da inkişaf etdirilməsi idi ki, bu əlbəttə ki, Azərbaycanın bir dövlət kimi Cənubi Qafqazdakı liderliyinə verilən önəmdir. Mən bunu belə qəbul etməyimizi istərdim. Və ümumilikdə Donald Trump'ın şəxsi münasibətlərinə gəldikdə isə onun Azərbaycan prezidentinə isti münasibəti, ona etibarlı tərəfdaş adlandırması, dostum adlandırması, bu özlüyündə Azərbaycan liderinin çox böyük, dərin lider keyfiyyətlərinə malik olmasının dünyanın birinci ölkəsi fövqəli gücü Birləşmiş Ştatlar tərəfindən bəyan edilməsidir. Amma o ki qaldı sizin o Social Truth sosial hesabından Donald Trump'ın Azərbaycan və Ermənistanla münasibətlərinə dair yenidən dəyərləndirmə etməsinə burada çox vacib bir məqam vardır və diqqətimizi cəlb edə bilər. O söyləyir ki, onlar mənim dostumdur, bu şəxsi münasibətini bildirir. Amma eyni zamanda Birləşmiş Ştatların Azərbaycan kimi bir özünə siyasi tərəfdaş qazanmasını isə bunu tarixi nailiyyət kimi qeyd edir ki, bu çox mühüm bir məqamdır və o bu strateji tərəfdaşın Birləşmiş Ştatlar üçün qazandırıldığını qeyd edir. Bəli, yəni təkcə mənim üçün yox, deyir, bütünlükdə Amerika Birləşmiş Ştatları üçün bir əbədi dostluq olacaq. Yəni o əvvəlcə öz münasibətini ortaya qoyur və Azərbaycan prezidentini xüsusi olaraq orada vurğulur. Amma sonra isə Azərbaycan dövləti və Birləşmiş Ştatlar arasındakı münasibətlərin bundan sonraki tarixi dönəm üçün nə qədər əhəmiyyətli olduğunu məhz Birləşmiş Ştatlar üçün qeyd edir. Bu çox vacib bir, düşünürəm ki, paylaşım idi və tarixi nəticələri ola biləcək bir paylaşımdır. Bu hələ bundan sonra 10 illiklər boyu suveren müstəqil Azərbaycanla Birləşmiş Ştatların strateji tərəfdaşlıq mühitində əməkdaşlıq etməsinə birbaşa olaraq işarədir. Və əgər biz nəzərə alsaq ki, 8 avqust Vaşinqton görüşü zamanı Azərbaycan və Birləşmiş Ştatlar arasında strateji tərəfdaşlıq haqqında razılaşmanın hazırlanması üçün işçi qrupunun yaradılması ilə bağlı da bir razılaşma var
var idi və bundan sonra arda-arda bu dinamikanı qoruyub saxlamaq, Birləşmiş Ştatların rəhlini bir daha elan etmək, Donald Trumpın bu məsələni gündəliyində saxladığını, xüsusilə Cənubi Qafqaz və Birləşmiş Ştatlar arasında olan münasibətlərin inkişafında maraqlı olduğunu və bölgənin ümumilikdə sülh və təhlükəsizlik şəraitində yaşamasına və bundan sonra daha dayanıqlı sülhə nail olmasına, Birləşmiş Ştatların əməyinin olmasına, yəni onun birbaşa göstərdiyi tövhə və diqqətin də biz təzahürlərini görürük. Sevil xanım, Azərbaycanın mövqeyi başından bəlli idi. Biz hətta Joe Biden dönəmində belə Azərbaycan liderinin açıq-aşkar respublikaçıların daha uğurlu bir növ gələcək gətirəcəyinə ümid etdiyi ilə bağlı çıxışlarını eşitmişik. İndi Ermənistanın baş naziri Nikol Paşinyan da Birləşmiş Ştatlarla münasibətlərini birmənalı şəkildə körlamaq istəmir. Baxmayaraq ki, seçki dönəmində tamamilə əks qütbdə dayanırdı. Yəni Joe Biden demokratlar tərəfində dayanırdı. İndi vəziyyət dəyişib və Donald Trump düzdür, fərq qoymamağa çalışır. Yəni ən azından çıxışlarında deyək. Təbii ki, bəlli məsələdir ki, arxa planda nə baş verdiyini özü üçün təhlil edir və bu Donald Trumpdırsa ümumiyyətlə masada bütün kağızlarda onun üçün bu faktlar qeyd olunub böyük ehtimalla. Ancaq məsələ Ermənistanın baş naziri Nikol Paşinyana gələndə o da təşəkkürünü bildirib Donald Trumpa. O da deyib ki, heç vaxta qədər kimsə buna nail olmamışdı, amma siz nail oldunuz. Əslində Paşinyan, Ermənistanın baş naziri Donald Trumpa münasibətdə nə qədər səmimidir? Gedişat gərəyindəmi belə davranır, yoxsa həqiqətən də düşünür ki, Donald Trump dönəmi region üçün sülh gətirib? Çox sevindiricidir ki, Nikol Paşinyan əvvələn dünyadakı siyasi konjunkturanı anlayıb və məsələləri qəlizləşdirmək istəmir. Yəni, əslində ilk əvvəldən də aydın idi ki, yəni, Birləşmiş Ştatlar kimi dövlətdə bu onun konstitusiyon quruluşudur. Orada dövlət başçıları dəyişir. Bu 4 illik və 2 müddətdən artıq seçilməmək kimi bir qaydadan doğur. Və ona görə də yəni, biz söyləyə bilmərik ki, Nikol Paşinyan qeyri-səmimidir və yaxud da ki, o qeyri-səmimi olduqda Birləşmiş Ştatlar kimi bir dövlətə hansı təzyiqləri göstərəcəkdir və yaxud da ki, yəni Donald Trumpın iştirakı ilə imzalanmış beynəlxalq belə də deklarasiyadan çıxmaq, razılaşmadan çıxmaq kimi bir səy ortaya qoyacaqmı? Yəni bütün bu suallar onu deməyə əsas verir ki, yəni burada söhbət səmimiyyətdən getmir. Ümumiyyətlə siyasətdə səmimiyyət biraz yəni uyğun gələn termin deyil, mən düşünürəm. Burada sadəcə olaraq maraqlar və mövcud siyasi konjunktura onun nəzərə alınmasıdır və görünür ki, Paşinyan həmin o siyasi konjunkturanı nəzərə alıbdır. Biden artıq hakimiyyətə gəlməyəcək, demokratlar hakimiyyətdən uzaqlaşıbdır. Respublikaçıların hakimiyyəti belə güman olunur ki, hələ uzun müddət gedəcək. Çünki bir sıra konsepsiyaların iflasa uğramasından sonra, xüsusən demokratların konsepsiyasının iflasa uğramasından sonra Birləşmiş Ştatlarda respublikaçıların siyasi gücü kifayət qədər artıb və onların elektoratı da genişlənibdir. Təbii ki, növbəti illərdə biz hansısa dəyişiklikləri görə bilərik, bunu istisna etmirik. Ancaq hal-hazırda mövcud olan reallıqlarda proqnozlar bundan ibarətdir. O ki, qaldı Nikol Paşinyanın Ermənistan və Birləşmiş Ştatlar arasındakı olan münasibətlərində. Burada bilirsiniz, bir çox faktorlar var. Yəni, Biden hakimiyyəti dövründə biz bu xüsusi qeyd etməliyik ki, Birləşmiş Ştatlarda mövcud olan Konqresə və Birləşmiş Ştatların hakimiyyətinə ilə ağ evə təzyiq göstərə bilən erməni diasporası vardı. Xüsusilə biz burada Ankanın adını çəkməliyik ki, bugün də onlar aktiv şəkildə pozucu fəaliyyətlərini davam etdirirlər. Ancaq söhbət balansdan gedir. Birləşmiş Ştatlar nə dərəcədə Ankanın bu təxribatlarına cavab verəcək və yaxud da ki, onları neytrallaşdıra biləcək durumdadır. Görünür ki, bugün Donald Trump hakimiyyəti Birləşmiş Ştatların maraqlarını hər şeydən önə çəkərək və daha düzgün yolları müəyyənləşdirək. Siz az əvvəl çox düzgün qeyd etdiniz ki, Donald Trump bütün məsələlərlə bağlı təfsilatlı məlumatlandırılır və onun verdiyi qərar məhz bu analizlərdən keçir. Ona görə də biz düşünürük ki, yəni Donald Trump bu analizlərdən sonra ən azı Konqresdə Ankanın apardığı o pozucu fəaliyyət, korrupsiyalaşmış şəbəkə, Menendez və onun xanımının həbs olunması, az əvvəl baş verən proseslər, digərlərinin məhkəmə qarşısına çıxarılması onu deməyə əsas verir ki, bu şəbəkə zəifləyib. Onlar siyasi səhnədən gediblərmi? Yox, mən belə deməzdim. Məsələn, elə bir faktı söyləmək istəyirəm və düşünürəm ki, Birləşmiş Ştatlar bununla bağlı da öz mövqeyini bildirəcək. Məsələn, Konqresmen Sherman
Bu yaxınlarda belə bir təşəbbüslə çıxış edib ki, Azərbaycana və Türkiyəyə qarşı münasibətdə Birləşmiş Ştatlar birbaşa maliyyə yardımlarını dayandırmalıdırlar və o çağırış edib ki, madəm ki, Türkiyə Ermənistanı blokadada saxlayır, güya ki, bilmirik, onun xəbəri yoxdurmu? Bugün artıq proses gedir. Ermənistan və Türkiyə arasında birbaşa danışıqlar gedir, burada səfərlər var. Eyni zamanda Azərbaycanla olan münasibətində də o artıq ərazi bütövlüyü və s. yəni bunları qırağı qoyur, çünki bunun qanun pozuculuğu olduğunun fərqindədir. Söhbət bir ölkənin suveren ərazilərindən gedir. O indi Azərbaycan ərazisində mühakiməsi aparılan, Bakıda mühakiməsi aparılan erməni əsilli cinayətkarların bir mənalı şəkildə deməli qeyd şərtsiz həbsdən azad olunmasını istəyir, qaytarılmasını istəyir ki, yəni bu cür cəfəng belə deyək, tələblərlə çıxış edir. Hədəf nədir? Hədəf Ağ Evə təzyiq göstərmək, Konqresə təzyiq göstərmək, necə olursa olsun Ağ Evin irəliyə sürdüyü və Trampın irəliyə sürdüyü Cənubi Qafqazdakı sülh və normallaşma prosesinə mane olmaq. Yəni o belə deyək, pozucu qüvvələrin önündə gedir və təbii ki, Anka tərəfindən maliyyələşən konqresmeni söyləyə bilərik. Sevil xanım, bir məsələ də var. Biz az öncə fotoları təqdim etdik. Kifayət qədər səmimi görüntülər ortaya çıxır. Həm Azərbaycan prezidenti Ermənistanın baş naziri ilə, həm deyək ki, vasitəçi olan Donald Trumpla. Ağıllarda sual yaranır ki, belə bir məqamda bu paylaşımı etmək gərəyi niyə duyulub? Düzdür, proses aparılır, bəllidir. Ancaq növbəti görüşlərdənmi xəbər verir tərzində bir sual da ağlıma gəlir. Yəni, doğrudan da bugün Donald Trump bunu paylaşmaq gərəyi duyubsa, demək ki, arxa planda hansısa danışıqlar, müzakirələr gedir ki, bu da Birləşmiş Ştatlar liderinin gündəmində olan, gündəliyində olan məsələdir. Yəni, biz bu paylaşımı əslində təsadüf adlandırmalıyıq, yoxsa davam edən danışıqlar kimi dəyərləndirməliyik? Çox maraqlı sualdır və düşünürəm ki, bu paylaşımın elə xatirinizdə görüşdən sonra ara-sıra bu paylaşımlar edilir. Azərbaycan prezidentinə bağlı paylaşımlar barədə biz dəfələrlə yəni bunu qeyd etmişik və belə görünür ki, Donald Trump öz mövqeyində, Birləşmiş Ştatların mövqeyində belə deyək ki, qəti olduğunu bir daha göstərmək istəyir. Prosesləri tələsdirin, geri dayanmaq olmaq. Çünki az əvvəl, yəni biz sülh prosesinin, normallaşma prosesində rast gəldiyimiz problem nədən ibarətlidir? Ləngimələr. Yəni necə olursa olsun Ermənistan tərəfindən süni maneələr yaradılırdı. Yəni şərtlərin qəbul olunmaması, müəyyən müddalarla bağlı prinsipiallığın Ermənistan tərəfindən rədd edilməsi. Yəni bu cür biz münasibətlər görürdük ki, nəticə etibarı ilə də yəni bu sülh prosesini birbaşa olaraq pozurdu. Və xatirinizdədirsə, Vaşinqtonda verilən suallardan birinə, yəni məhz Ermənistan baş naziri bu cür cavab verir ki, mən düşünüb gəlmişəm. Yəni onun müəyyən belə deyək addımlarında kifayət qədər təzadlı mövqedən çıxış etməsi, tərəddüdlər göstərməsi, öz bəyanatlarını təkzib etməsi, özünü təkzib etməsi görünür ki, əvvəldən yəni bu söhbət konfidensial danışıqlardan gedir. Görünür ki, ona pərdə arxasında bunlar çatdırılıb ki, artıq madəm ki, bura qədər gəlib çatmısan, bundan sonra yəni artıq tərəddüd göstərməyin yeri də yoxdur. Bundan əlavə bildiyiniz kimi bugün artıq biz dünyada gedən qlobal proseslərə baxsaq, xüsusən orta dəhlizin həyata keçirilməsi ilə bağlı dünya birliyində maraqlı belə deyək, ölkələrdə çox böyük bir iradə var və bunun üçün Zəngəzur dəhlizinin açılması çox vacibdir və 2026-cı ildə Ağbəndə qədər artıq dəmir yolu xəttinin işə salınmasıyla, yəni bu proseslərin tezləşməsinə də bir belə deyək vaciblik yaranır. Biz artıq 95% işi bitirmişik. Ötən gündə açıqlama verildi. Bitirmişik və bəlkə Azərbaycan daha tez bu işləri yəni yekunlaşdıra bilər, amma məsələ burasındadır ki, Ermənistan siyasi iradə göstərməlidir, əvvələn referendumdan bağlı məsələni tezləşdirməlidir, vaxtını bildirməlidir. Düzdür, konstitusiyanın hazırlanması ilə bağlı bəyanatla çıxış eləyibdir, amma bu yetərli deyil. Düşünürəm ki, vaxtları dəqiqləşdirmək lazımdır. Eyni zamanda Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkiləri ilə bağlı da bugün Ermənistanın siyasi elitasında yəni bir mənalı bəyanatlar səsləndirilmir və ara-sıra Paşinyan hökumətinin erkən seçkilərə getməsinə bağlı fikirlər də yer almaqdadır. Müxalifət çox aktivləşibdir, xüsusən bu son dönəmlərdə. Onlar hakimiyyəti günahlandırmağa çalışırlar. Necə olursa olsun sülh müqaviləsinin son imzalanmasına mane olmaq istəyirlər və ümidləri də
seçkilərdir. Və bu seçki ərəfəsində Donald Trumpın... Narahatlar ki, sadəcə Paşinyan biraz tezləşdirəcək prosesi, növbədənkənar seçki məsələsini. Biraz da ona görə bu təşviş var hazırda müxalifətdə. Eyni zamanda bilirsiniz, müxalifətin siyasi dayaqlarının zəifləməsi onun da fərqindədirlər və Nikol Paşinyanın hakimiyyətinə göstərilən siyasi dəstək, yəni Dünya Birliyi tərəfindən Donald Trumpı biz burada xüsusi olaraq qeyd etməliyik. Eyni zamanda biz bu faktı da etiraf etməliyik ki, Avropa Birliyi tərəfindən də Paşinyana çox böyük dəstək var. Elə Fransa prezidenti də son görüşü dəstəkləmişdi və sülhün əldə olunması üçün, sülh müqaviləsinin imzalanması üçün tərəflərə bir çağırış da etmişdi. Yəni, belə demək mümkünsə, artıq Ermənistan daxilində gedən proseslərdə pozucu qüvvələrə də Donald Trumpın mesajı kimi başa düşmək olar və bundan əlavə bölgədə pozucu, belə deyək, siyasi konjunktura yaratmaq istəyən, kimisə öz tərəfinə çəkmək və yaxud da ki, baş verən proseslərdə yeni bir vəziyyət formalaşdırmaq istəyən dövlətlər də var ki, düşünürəm, Trumpın bu mesajı Birləşmiş Ştatlar baş verən prosesləri irəliyə aparmaq üçün iradəlidir deməkdir. Sevil xanım, təşəkkürümüzü bildiririk. Sizə minnətdarıq studiyamıza gəldiyiniz üçün, fikirlərinizi bildiririk. Dəvətə görə çox sağ olun. Bəli, biz elə Donald Trumpın, Azərbaycan prezidentinin, eləcə də Ermənistanın baş nazirinin paylaşımlarına ayrı-ayrılıqda nəzər yetirdik. Əslində, hansı siyasi proseslər cəryan edir? İndiki məqamda danışıqlar bilmədiyimiz müstəvidədir. Yəni, arxa planda da aparılırmı? Böyük ehtimalla bu həm də bununla bağlı öncədən verilən bir siqnaldır ki, proseslər davam etdirilir və Sevil xanım da az öncə qeyd elədi. Xüsusilə də həm də Donald Trump vurğulamaq istəyir ki, biraz prosesləri tezləşdirmək lazımdır. Bu müstəvidə məlumatların müzakirəsini az sonra davam etdirəcəyik. Amma əvvəlcə təklif eləyərdim ki, fotolara da nəzər yetirək, görək dünyada baş verən hadisələr bəs fotolara necə yansıyır.